Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Deməli 9-cu siniflər üçün Dimli 20 sınavından 16-cı sınavın izahına baxacağıq. Uşaqlar, əvvəlcədən qeyd edim ki, dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Və qeyd edim ki, videonu bəyənsəz, like etməyi, kanala abunə olmağı, şərhlər bölməsində öz fikirlərinizi bildirməyi və maksimum şəkildə videonu paylaşmağı unutmayın. Bir də uşaqlar bir şey də deyəcəm. Bəzi videolar var ki, xüsusilə də köhnə videolar, hardasa 2 il, 1 ilin videoları falan var ki, kanalda. Sürətli danışmağım var. İndi də var gerçi o. Amma o videolarda çox sürətli danışmışam bəzilərində. Səbəbini sizə deyim, daha sonra keçəcəm bunun izahına. Səbəbi odur ki, uşaqlar, mən o videoları bir istəyə görə çəkmişəm. Belə deyim də, kimsə istəyib, mən onu çəkmişəm də. Yəni bu o sifarişlə edilib qısaca belə deyim. Və mən o qədər dayanmadan danışmışam ki, yəni eyni anda o qədər bölmənin izahını aparmışam ki, orada. Hardasa bir dəfə mən belə deyim, 5 dənə bölmənin bəlkə də testlərinin izahını atmışam, orada paylaşmışam. Hardasa o da eləyir, bilmirəm, 500-dən çox, hər bölmədə güvən testləri falandır bəziləri də. Bayağı çox da, yəni 1000-dən çox test eləyir, bəlkə də 1200, 1300 də keçir. Dəqiq bilmirəm də sayını, sadəcə ümumi olaraq danışıram. Əgər sürətli danışdığımı hiss edirsinizsə hansısa videoda, videonun sürət hissəsi var. Məsələn, 2x ilə danışma. Mən bəzən baxanda hansısa video 2x ilə baxıram, 1.5x ilə baxıram. Həmçinin onu azaltmaq da olur. Yəni istəsəz 1x-dən aşağı salıb qulaq asa bilərsiniz izaha rahat bir şəkildə. Dediyim kimi o qədər sürətlə danışırdım ki, çalışırdım ki, çatdırım yəni videoları. Həm də ki, bir şeyi avtomatik olaraq təkrar eləyəndə sürətlənir insan. Yəni ən azından o məndədir də. Məndə bu şey var daha doğrusu. Bir şey deyirəmsə, ikinci dəfə daha onu təkrar eləyəndə avtomatik sürətlənirəm. Belə. Dedim, yəni əgər sürətli gəlirsə, X-i o sürət hissəsindən azalda bilərsiniz. Başqa nə deyəcəydim? Bir də uşaqlar, məsələn, bəzi şeyləri deyirsiniz ki, detallı ilə hansısa bir test deyilməyibdi. Əgər hansısa bir test detallı ilə deyilməyibsə, o tərcümə tipli testdir çox böyük ehtimal. Tərcüməni edirsən və tapırsan. Onun başqa bir yolu olmur. Ya da ki, əzbər şəklində verilən düsturlardır. Onlar da məsələn, F-dən sonra cəm isim gəlir. Onun üçün başqa bir şeyə ehtiyac yoxdur. Bunu deyirsən, bitir gedir. Bununla bağlı şərhləriniz gəlmişdi. Dedim, ümumi hər kəsə cavab verim. Xüsusilə də bu səs, sürət məsələsini özünüz həll eləyərsiniz inşallah. Rahat olar sizlər üçün. İndi keçək 16-cı sınavın izahına. Bir dənə də gözəl xəbər verim sizə. Bu gün 20 sınavın hamısını inşallah bitiririk. Yəni sizin də ürəyiniz rahatlasın, mənim də. İndi vurum listeningə. Qulaq asaq görə nə deyəcək? Unit 16. Listen to the passage and answer the questions from 1 to 4. Water gardening is gardening that's concerned with growing plants adapted to lakes, rivers, and ponds. A water garden is often created using water-resistant materials. Common water plants include floating plants such as water lilies, water lettuce. Some Aha, burada deyir bitkilər var. Floating plant burada becərilir. Amma burada yazıb hardly grow, becərilmir. Yəni nə olacaq? Yanlış, false, B variantı. water gardens also include fish, amphibians, and other aquatic creatures. Fish, amphibians, other aquatic creatures. Belə bir şey dedi, düzdür. Only fish yazıb. Yalnız balıqlar yaşayır. Yanlışdır, B variantı. Bəzən belə də bir şey eləyirsiniz. Uşaqlar, mən qeyd edim burada. Only, bir də hardly olan cümlələr listeningdə adətən səhv olur. Adətən nə deməkdir? Yəni həmişə deyil, amma adətən səhv olur. Yəni bu o deməkdir ki, mən listeningə qulaq asanda only'yə görə mən durub tez bunu false yazmıram. Qulaq asmalıyam. Həmişə olacaq bir şey olsa o başqa, amma mən bunu dəqiq bilmirəm axı. Yəni tez düşünməyin ki, mən bura götürüm false yazım. Qulaq as sonra, düzdürmü? Əgər ki, uşaqlar, məsələn, mən digər videolarımdan falan görərsiniz yəqin ki, elə olur ki, mən listeningi qulaq asmadan da bir neçə testini rahat bir şəkildə yazdıram. O məlumatım olan bir şeydirsə, avtomatik olaraq mən düzü də, yanlışı da seçə bilirəm o testdə. Ona görə bir problem çəkmirəm. Yəni əgər dəqiq bildiyim bir faktdırsa, dəqiq bildiyim bir məsələdirsə, rahat bir şəkildə variantı yaza bilirəm. Amma
bilmədiyim bir şey üçün listeninqə qulaq asmalıyam. Yəni mən sırf onliyə görə deyənmərəm ki, abi listening 100% bu sual səhvdir, hadi mən götürüm false yazım. Adətən səhv olur ha, o ayrı. Amma yenə də baxasan, o listeninqə qulaq asasan. Çünki adətən deyirəmsə, orada hardasa %10% ehtimal var ki, o onlinin yazıldığı hissə düz çıxsın. Və elə listeninglərdə çıxıb bu arada qabağıma, xəbəriniz olsun. Ona görə elə diqqətsizlik eləməyin. Sadəcə yox, listeningə məsələn vaxtınız çatmadı, bölənmədiniz. Hə, məsələn bu iki sual tutaq ki, eləyənmədin. Atmaq şansın varsa, hadi at. Onu da eləyərsən. Only var deyə false yaz, hardly var deyə false yaz. Amma yox, vaxtın vardı, listeningə qulaq asırsansa düzənməli şəkildə götür qulaq as, nədirsə onu yaz. Yaxşı, davam edək indi. A water garden is beautiful and offers several benefits for both people and environment. It can help improve the water quality in your garden. Help improve the water quality. Bunu belə verib A variantı düzdür. Suyun keyfiyyətini artırır. Water garden can also help conserve water, allowing rainwater to be collected and reused. It can provide a natural cooling effect on your property, making it more comfortable during hot summer days. Aha, more comfortable ait nə dedi? Cooling effect, natural cooling effect. İsti yay günlərində təbii sərinlətmə effekti olduğuna görə daha rahat olur. Yəni biri A variantı. It reduces noise pollution and provide a place for people to relax and connect with nature. Aha. A natural place for relaxing. Rahatlamaq üçün təbii yer. Mətn nə haqqındadır? Su bağları haqqındadır. Bura B variantını yazmışam, çünki bu videonu əvvəl hazırlayırdım bayaqlarım. Səhvliklə vurdum, silindi. Yəni Allahdan təşrisinin qissəsi idi. Həvsələm heç gəlməyəcəkdi. Təzədən hazırlamağa. Hə, nəsə burada öz fikrimi bildirmişdim. Çünki su bağları haqqında danışırsa, yəni bütöv bu testlərə ən azından elədik qulaq asmadan əvvəl, su heyvanları olmaz, su bağından danışır. Suya dayanıqlı materiallar, su bitkiləri, suyun üzərində üzən bitkilər. Xeyr, bir dənə bağ haqqında olan nədir? B variantı. Burada da deyir, a natural place for relaxing. Rahatlamaq, dincəlmək üçün təbii yerdir deyir su bağları. A water garden can lower stress levels. Choosing the right plants for your water garden is essential Right plants. Materials hissəsində listeningin ta əvvəllərində demişdi. Ona görə A variantı olur. Və to creating a beautiful and thriving ecosystem. Sunlight is also important for plants. With a little care, your garden can last for. Aha, plants. Bitkilər üçün vacibsə, demək su bağı üçün də günəş işığı vacibdir. Ona görə true A variantı. İndi keçirik short textimizə. Deyir ki, Jane learned about the homeless from a social media site. Jane deyir ki, evsizlər haqqında sosial media saytından öyrəndi. She decided to visit the place where they lived. Onların yaşadığı yerlərə baş çəkmək qərarına gəldi. Onun atası made a video of the homeless. Evsizlərin videosunu hazırladı and posted it on Facebook. Facebookda paylaşdı. In a short time, qısa zamanda she collected a lot of money. Çoxlu pul topladı. All the collected money was spent on the house for the homeless. Bütün toplanmış pul evsizlər üçün evə xərcləndi. İndi doğrunu istəyir bizdən. Jane və atası ehtiyacı olan insanlara nə etdi? Kömək edə bildi. Bəli, A düzdür. B-də deyir ki, Jane evsizləri ziyarət etdi, onlara pul vermək üçün. Xeyr. C-də deyir ki, Jane evsizlərə kömək etmək istəmədi. Xeyr. Jane-in atası evsizlərə kömək etməyin əleyhinə idi. Xeyr. Y variantda deyir Jane və atası evsizlərin problemlərini həll edə bilmədi. Bu da yanlışdır. 6-cı sualda on weekends, həftə sonları Kate is a storm chaser. Bir dəqiqə gözləyin. Hə, deməli nə deyir? Deyir həftə sonlarında Kate deməli tufanı, havanı yəni izləyən bir insandır. O haqqda məlumat verən bir insandır. Bu daha doğru olur. Chaser çünki normalda chase qovalamaq feilindən də, amma yəni storm chaser o deyil də. On Friday she checks the weather forecast for the weekend. Deyir ki, 5-ci günlər, yəni cümə günləri o həftə sonu üçün hava haqqında məlumat toplayır. She learns that there will be a tornado in her area. O deyir, öyrənir ki, onun ərazisində tornado olacaq. She knows that the tornado may get too close.
O bilir ki, tornado çox yaxın ola bilər. She leaves the note with the word a fast and dangerous tornado. Deyir ki, o bir dənə not buraxır, hansı ki, belə bir söz buraxır həmin notda. Deyir, deməli, sürətli və təhlükəli tornado, okey? İndi deyir, doğrunu tap, düzdürmü? Korrekt yazıb. Deyir, 5-ci günlər, she's a storm chaser. 5-ci günlər idi, on Fridays deyil axı. On weekends yazıb, həftə sonları. B-də deyir, without checking və də hava haqqında məlumatı yoxlamamış, o notu buraxır. Xeyr, yoxlayır sonra. She can warn about the coming tornado. Tornadonun gəlməsi haqqında xəbərdarlıq edə bilər. Bu ola bilər. Tornadolar heç vaxt yaxın olmur. Bayaqdakı ki, yaxın ola bilər. She has never seen the tornado coming closer. O tornadonun yaxın olduğunu heç vaxt görməyib. Belə bir şey demir. Ümumiyyətlə cavab C. 7-də intensive courses, intensiv kurslar. Da boğazım o qədər ağrır ki. Learn any 3 languages in 8 months. Deyir ki, istənilən 3 dili 8 aya öyrən, 6 saat, həftədə 6 saat. Small groups or private lessons. Deyir ki, balaca qruplar və yaxud da özəl dərslər. It's located near the center. Mərkəzə yaxınlığında yerləşir. And yaxşı, heç nə düzgünü. Deyir ki, its location is too far. Çox uzaqdadır mərkəzdən. Xeyr, mərkəzin yaxınlığındaydı. Deyir, dil kursu təklif edir. Yalnız özəl dərslər. Xeyr, balaca qruplarla da ola bilər. Çoxlu pul xərcləməsiz. Belə bir şey yoxdur. Language course offers its opportunities. Öz imkanlarını, öz şanslarını təklif edir dil kursu qaldı. 2 dil mümkündür öyrənmək bir kursda. Kursda 2 dil öyrənmək mümkündür. Baxım görüm. Deyir ki, istənilən 3 dili 8 aya öyrən deyir. 6 saat həftədə. İstənilən 3 dili deyirsə, 2 dil öyrənə bilərsən də yəqin ki. Burada nə deyir? Öz imkanlarını təklif edir. Məncə Y variantı olar. 2 dil öyrənə bilərsən, mümkündür. Amma D variantı da uyğun gəlir uşaqlar. Yəni məncə 3 dili 8 aya öyrən deyirsə, öz imkanlarını sunur da. Yəni D variantı daha ümumi xarakter daşıdığı üçün, yəni tam uyğun olduğu üçün D-ni götürərək. Y variantında da kursda 2 dil öyrənmək mümkündür. 3 dənə yazıbdı. 3 dənəsini 8-ə. Yəni tək ikisini öyrənməzsən məncə anlamına gəlmiş olur bu. 3 dənəsi istənilən 3 dili öyrən deyirsə. Mən elə düşünürəm ki, 3 dili öyrənəsən, 3 dil üzrə gedəcək hazırlıqlar. Ona görə D variantı götürərəm burada. Sırf bu tuya. Çünki D variantı heç bir səhvlik yoxdur. Ən azından burada rəqəm fərqi var. Yoxsa bir-birinə çox yaxın variantlardır. Ayda. Outdoor activities refer to leisure activities. Deməli, that take place in natural setting and benefit the body, mind and spirit. Deyir ki, çöldə edilən aktivitelər, hansı ki boş zaman fəaliyyətlərinə aiddir. Onlar deyir bu çöldə edilən aktivitelər təbii olaraq, təbii bir yerdə baş verir və bədənə, ağla, ruha fayda verir. Studies have shown that araşdırmalar göstərib ki, our mind and bodies relax in natural setting. Deyir ki, bizim ağlımız və bədənimiz təbii mühitdə, təbii yerdə rahatlayır. Fresh air, natural sunlight and connecting with nature have all been proven to help reduce stress, boost mood. Deyir, təmiz hava, təbii günəş işığı və təbiətlə ünsiyyətdə olmaq deməli nə edir? Hər birini stresi azaltmağa, əhval-ruhiyyəni deməli nə etməyə? Canlandırmağa, ruhlandırmağa, yəni buz şişirtmək mənasında işlənir. Yəni əhval-ruhiyyəni çoxaltmağa, gözəlləşdirməyə nə edir? Kömək etdiyi sübut edilib də. Outdoor exercise stimulates all 5 senses in a way that indoor activities cannot. Deyir ki, çöldə edilən aktivitelər 5 duyu orqanını belə deyək, stimullaşdırır. Yəni
uyğun tərzə gətirib çatdırır, hansı ki, içəridə edilən aktivitetlər bunu edə bilmir. Being out impacts the brain in a positive way. Çöldə olmaq beynə müsbət yolla təsir edir. D vitamini may have protective effect. Qoruyucu hər şeyə qarşı qalxan hər şeyə qarşı qoruyucu effekti olan D vitamini daha doğrusu belə deyirik. D vitamini nə edə bilər? If you are in sunshine about 10-15 minutes. Əgər ki 10-15 dəqiqə günün altındasansa, nə edə bilir? D vitamini səni hər şeyə qarşı qoruya bilir. Amma əgər sən deyir günün altında 10-15 dəqiqə qalmısansa, qalxa bilir. D vitamini qalxa bilir, səhv eləmirəmsə. Yox. Yox, belə deyil cümlə, pardon. O qədər qarışıq gəldi ki, cümlə mənə deyir ki, D vitamini hansı ki, deməli, qoruyucu effekti ola bilir, deməli, qalxan hər şeyə qarşı, əgər sən günün altında 10-15 dəqiqə qalırsansa. Yəni əslində bayaq dediyim kimidir. Neynir? Hər şeyə qarşı qısaca günün altında 10-15 dəqiqə qalırsansa, D vitamini səni qoruyur da qısaca üzərində olan hər şeydə. O mənada işlər, başqa bir şey olmaz. Those who exercise outdoors, çöldə idman edənlər nə edir? 10%-dən çox kalori yakırlar. When they walk or run than they do when they work indoors. Deyir ki, onlar çöldə işlədiklərindən daha 10% daha çox kalori yakırlar çöldə gəzəndə və yaxud da qaçanda. Yəni çöldə olmaq, içəridə olmaqdan kalori nə edirlər? Öldürürlərmi deyim? Türkcə deyirəm, bilin də uşaqlar kalorini yox edirlər falan belə bir şeydir. Another bonus, digər bir avantajı, üstünlüyü də odur ki, kids are twice as active as when they play outside. Çöldə oynayanda uşaqlar 2 qat aktiv olurlar. Əla, ən yaxşı faydalarından biri, çöldəki aktivitələrin ən yaxşı faydalarından biri də odur ki, the chance to restore a sense of community, friendship with people we know or friendly strangers. Deyir ki, digər insanlara qarşı bildiyimiz, tanıdığımız insanlarla, həm də dost canlısı olan, deməli, tanımadığımız insanlara qarşı ünsiyyət bacarığımız, dostluq bacarığımız, duyumuz artmış, yenilənmiş olur. Yəni bu şans əldə edirik. It helps to build social confidence. Sosial olaraq güvən yaratmış olur, yaratmağa kömək edir. Running or jogging is generally the most outdoor activity. Deyir ki, deməli qaçmaq, hoppanmaq, yerimək, nəsə bunlar deyir ki, ən çox istifadə, ən geniş yayılmış çöldə olan aktivitelərdir. There are plenty of more physical and mental health benefits of being outdoors. So why not try it for yourself? Deyir ki, deməli, fiziki və mental cəhətdən sağlamlığın faydaları üçün çöldə olmaq çoxlu faydaları var. Çöldə olmağın, deyir, yəni qısaca danışa bilmədim, daha çox fiziki və mental cəhətdən sağlamlığa qarşı faydaları var. Ona görə də niyə də özün üçün çöldə bir şeylər etməyəsən? Yəni bu mənada işlənmiş olur sonuncu cümləmizdə. İndi baxaq görək nə edirik. Deyir ki, false, yanlış istəyir bizdən. Children become more active outdoors. Uşaqlar çöldə daha aktiv olurlar. Bəli, 2 qat aktiv olurlar, deyir. Çöl aktivitelərinin çoxlu sağlamlıq faydaları var, düzdür. Çöldə olmaq təsir edir beynə müsbət şəkildə, düzdür. Çöl aktiviteləri make a person unsociable. İnsanı qeyri-sosial edir. Əksinə sosial edir deyə oxuduq. Yəni tanımadığımız insanlarla dost oluruq falan. Bunlar sosial edən şeylərdir. D səhvdir. Ya da deyir, içəridə edilən idman, deməli, beşduyu orqanımızı stimullaşdırır. Yəni daha da bazalaşdırır. Bu çöldə olması deyildi. Uşaqlar baxın, burada çöldə oxumuşduq axı elə bir. Hardadır bu beşduyu? Bu deyir, outdoor exercise stimulates all 5 senses. Gördünüz? Çöldə içəridə edənmirik, amma çöldə nə edir? 5 duyu orqanımızı aktivləşdirir. Yəni Y variantı da səhvdir burada.
G variantı ona görə səhv ki, içəridə edilən aktivitelər yox, idman yox, çöldə edilən idman 5 orqanını stimullaşdırır. Bir də D variantı da səhvdir. Çöldə edilən aktivitelər insanı qeyri-sosial edir, asosial edir, yox, sosiallaşdırır dedik. Ona görə D də səhvdir. 9-da deyir mətin nə haqqındadır? Bir dəqiqə gözləyin uşaqlar. Harda qalmışdıq? Mətin nə haqqındaydı? Deyir ki, təbiətdə olmağın avantajları. Bəli, bundan danışıb. A olar. Çöldə edilən oyunlar, hansı oyun adı çəkdi uşaqlar? Xeyr. İçəridə edilən aktivitələrin bonusu, yəni avantajı? Xeyr. İnsanlar və təbiət arasındakı dostluq? Xeyr. D vitamin çatışmazlığı, bu da deyil. Sonra keçdik 10-cu sualda. Düzgün variant istəyir. Why are outdoor activities more important? Niyə çöldə edilən aktivitelər daha vacibdir? They make a person physically and mentally healthy. Onlar insanı fiziki və mental cəhətdən sağlam edir. Bəli, A variantı düzdür. Harda yazıbdır? Amma digərlərinə də baxacağam. Baxın, sonuncu cümləmizə baxın. Bu da buradadır. Burada qeyd edilibdir. B-də deyir ki, onlar yalnız uşaqlar üçün vacibdir, səhvdir. İçəridə edilən aktivitelər çoxlu zərər verir. Xeyr, zərər verir demədik. Yalnız D vitamini almaq üçün vacibdir. Xeyr. They are crucial to establish friendship. Dostluq qurmaq üçün vacibdir. Xeyr, cavab. 11-də if you have more outdoor activities. Əgər daha çox çöldə edilən aktivitelər etsəz, you will be socially confident, sosial cəhətdən özgüvənli olacaqsınız. D vitamininiz artacaq. You won't enjoy nature. Nə olacaq? Təbiətdən həzz almayacaqsınız, əksinə alacaqsınız. It will be difficult. Sizin üçün dost edinmək çətin olacaq, əksinə asan olacaq. 1, 2. Hə, orada da goes up yazmışdı, deyəsən elə. D vitamini deyir artır çöldə. Bayaq tapanmırdıq, cümləyə qarışıq gəlmişdi. B bəndə olacaq. 12-də doğrunu istəyir. İçəridə edilən aktivitelər əhval-ruhiyyəmizi artırır, əksinə çöldə edilənləri artırır. Çöldə aktivitə edərkən siz təbiətdən həzz alırsınız. Düzdür? Outdoor activities, çöldə edilən aktivitelər kalori yakmağın qarşısını alır, yəni kalori azaltmanın qarşısını alır. Əksinə kalori daha çox azaldırıq çöldə aktivitə edəndə. 3 səhvdir. 4-də çöldə etməklə deyir, sizin şansınız olur yad insanlarla danışmağa. Bu da düzdür. Yəni 2 və 4 olmuş olur. 13-də deyir ki, xoşbəxtlikdən hikers. Deyir, bu gəzintidə gəzənlər, dırmananlar nədirsə, sağ qaldılar şiddətli hava şəraitində. Çünki snow fell on them. Nə oldu onda? Az qar düşdü də onların üstünə, düzdür? Very little rain, little snow fell on them. Az qar düşdü onların üstünə. Əgər desəm ki, çox qar düşdü, onda necə sağ qalsınlar, düzdürmü? 1-2 A bəndi. 14-də deyir gardening is activity silent tək isimdir. Qarşısında article istəyir, boşluq yazamayacağam. Important say səsinə başlayır. E yox, an article. An important activity for children. Children da cəm isimdir, yəni article-ın üstündə işlənməz. Uşaqlar üçün nədir? Vacib bir aktivitədir. Sonra keçdik 15-də. You to veribdir. Can, cannot. To ilə işlənmir. You ilə does işlənmir. Uşaqlar çıxıram. To speak loudly in the hospital. Xəstəxanada ucadan danışmamalısan deyəcəm də, düzdür? It's against rules. Qaydalara ziddir deyir bu. Yəni əgər danışmalısan desəm olmur. Danışmamalısan ucadan olacaq da. 16-da the song was very. Very'dən sonra adi dərəcə işlənir. Was to be informası da sifət istəyir. To be fe'li özündən sonra sifət istəyir. Zərf yazanmaram. Nicely olmaz. Nicer müqayisədir, bu da olmaz. İkinci tərəfdən the singer sang it enough. Aha, nə deyəcəm indi? Sang, mahnı oxumaq, zərflə işlənən feildir. Nice sifət də olmaz. Getdi. Enough adi dərəcə sifət ya da zərflə işlənir. More da olmaz. Nice-lə olacaq. Amma uşaqlar, problemimiz oradadır ki, sualda bir dənə səhvliyimiz var. O nədir? Demişik ki, qayda budur. Bir dəqiqə gözləyin yazım. Enough plus isim. Bir dənə bu sildim. Rahat görün sizdə. Bir də sifət ya da zərf. Sifət ya da zərf. Plus enough. Qayda buydu da, düzdürmü uşaqlar? İndi burada nə edib? Enough'dan sonra zərf verib. Nə edib? Qaydanı pozubdur.
Zərf inafdan əvvəl olmalıdır. Nicely inaf olmalı idi. Boşluğumuz inafdan əvvələ düşməli idi əslində. 17-ci sualı reading books. Cümlənin mübtədası gerund tərkibi ilə ifadə olunanda xəbər tək olur. Readingdir. Təkdədirsə xəbərim gives olacaq, bir də has olacaq. Give ilə have cəm xəbərdir deyə olmur. 1-2 Y bəndi. Sonra 18. My grandma gives me good advice. Nənəm mənə yaxşı məsləhət verir. Məsləhət cansızdır. Cansızlarla which ya da that işlədirik. I feel confused about something. Deyir ki, amma görsəz which də var, that də var. Mən nə edirəm? Mənəyə baxıram. Deyir ki, mən bir şey haqqında çaşqın hiss edəndə nənəm mənə yaxşı məsləhət verir. Edəndə dedim. Gördünüz, hiss edəndə, anda, əndə, yəni nə? When. Mən özümü nəsə haqqında çaşqın hiss edəndə nənəm mənə yaxşı məsləhət verir. Yoxsa which-lə dətə baxsam B də olar, onda D də olar. Düzdürmü? Məna düz gəlməyəcək onsuz da. Belə. Sonra keçdik 19-cu sualda. Tim felt really happy desəm and proud as his friend stood safely beside him. Çünki onun dostu deməli güvənli şəkildə onun yanında qalmışdı. Onda qürur duyur, xoşbəxtdir. Qorxmaz, dostu onun yanında güvənli şəkildə qaldığı üçün. Əsəbləşməz də, angry də deyənmərəm. Məmnun idi və həyəcanlı idi. Dostu bəli yanındadsa mutludur da. 1-4 B bəndi. 20-də uşaqlar. Everyday James walks daha doğrusu an hour müddət bildirən sözlərindən for işlədirik. In yazmıram. İkinci tərəfdə in the rain yağışın altında ya da qarın altında gəzir. In the rain, in the snow olur. Nothing can stop her. Heç nə onu dayandıramaz. 21-də the family decided to live in a caravan. Karavanda yaşamaq qərarına gəldi. Because they wanted to save money. Onlar pula qənaət etmək istəyirdilər. İndi mən nə deyəcəm? Deyir ki, bunun antonimini yaz. Qənaət etmək, bir də israf etmək olacaq da antonimi onda. Waste. Boş yerə xərcləmək, israf etmək, keep saxlamaq, borrow, borc almaq, make düzəltmək, earn qazanmaq. 22-də düzgün cümlə istəyir, məchul növdə olan. Əgər məchul növdə olan düzgün cümləni istəyirsəz uşaqlar, to be-nin formasından sonra participle to formalı fe'l gəlməlidir. Burada to be-nin forması yoxdur. Will, be-si yoxdur. A'dan sonra made, participle to formalı fe'l cavab məchuldur. Will be-dən sonra done, participle to formalı fe'l cavab məchuldur. 3-4 cavab D. 23-də stop lying, yalan danışmağı dayandır. Görürsüz, əmr cümləsidir. Əmr cümləsində ayrıcı sual həmişə will you olur. Stop lying, will you. Bax, want you falan yox. Əmr cümləsində will you olur. Keçdi 24-də assist kömək etmək, approve bəyənmək, afford pulu olmaq, to have enough money to buy, almağa kifayət qədər pul olmaq. 3-ə A, to help or give support to someone, kiməsə kömək etmək, dəstək olmaq. 1-ə B, 1B, 3A, 2-yə də C olacaq onda. Agree, razılaşmaq, nəyisə qəbul etmək, bəyənmək, approve. Sinonimlər cütlüyünü istəyir 25-ci sualda. Attach, fasten, içdə yapışdırmaqdır, bağlamaqdır. Cozy, comfortable, içdə rahatdır. Award, mükafatlandırmaq, punish, cəzalandırmaq. Trust, inanmaq, doubt, şübhə etmək. Whisper, pıçıldamaq. Speak loudly, ucadan danışmaq, heç biri deyil. Cavabımız 1 və 2. Keçdik uşaqlar. Writing-ə də baxaq. Ayda, yenə bu şəkil qəşəng düşməyib. Burada deyəsən pişiklərdir falandır. Dəqiq görə bilsəm gözəl olacaq. Ya itdi bunlar. İtdi, pişiklərə deyəsən, hə. Qız gəlir deyəsən, görür bunları. Zibilxanada qutuların yanında, konteynerlərin yanındadır. Onlara sosis verir. Dediyim kimi şəkli tam görə bilmirəm deyə təəssüf ki, özümdən biraz bir dəqiqə görüm hələ yanımda olmalıdır. O kitabdan baxın bir dənə. Dəqiq bilim sınav 16-da. Bir saniyə gözləyin. Hə. Deməli, az qala kitabdan da görənməyəcəm. Deməli, buradakılar pişikdilər. Deyəsən, hə, pişikdilər. Bir dənə qız gəlir, bu pişik görür. Deməli, neyir? Pişiyin xoşuna gəlir ya da bu pişiyin xoşuna gəlir. Sonra hamısı tökülüşür, yer, sosis falan gətirir. Tamam, gəlin belə bir cümlə quraq. Okay. Məsələn, belə bir şey deyirəm. It
Qoy dili dəyişmə amma uşaqlar. It was a very nice summer day. Nəymiş? Gözəl bir yay günü idi. Aha, deyəcəm ki, zibil qutularının yanında çoxlu pişiklər var idi. Var idi. There were a lot of cats near ya da around da yaza bilərsiniz. Ətrafında da yaza bilərsiniz. Around, okay. Around the litter ya da başqa bir şey də yaza bilərsiniz. Zibil, yazaq da nə fərqi var axı? Litter containers. Zibil qutularının yanında litter bins də yaza bilərsiniz. Heç bir problem yoxdur. Tamam. Sonra nə oldu? Sonra Kate pişiklərdən, məsələn, qıza Kate adını verək. Kate pişiklərdən birini gördü və ona yaxınlaşdı. Okay. Kate saw one of the cats. Pişiklərdən birini gördü. And neynədi? Ona yaxınlaşdı. Approached it. Ona yaxınlaşdı. O onu çox sevdi məsələn. She liked it very much. O onu çox sevdi. Then sonra o qərara gəldi ki, she decided o onu yedizdirmək qərarına gəldi. She decided to feed it ya da to feed the cat. Bir şey yedizdirmək qərarına gəldi. So, beləliklə she nə etdi? Sosis verdi ona. Çantasından sosis çıxardıb verir. Hə, məncə. She took sausage out of her bag. Çantasından çıxardı. And gave it sausage səmdədir. Gave them to the cat. Aha, sonra nə olur? Digər pişiklər də bunu görüb neynədilər? Ortalığa çıxmağa başladılar. Yəni ya da Kate'ə yaxınlaşmağa başladılar, belə deyək. Ya da digər pişiklər də bunu görüb sevindi, belə də yaza bilərsiniz. Yaxşı. When the other cats saw that, aha, digər pişiklər bunu görəndə gördü və yaxud da görəndə they were very happy. Çox mutlu oldular. Tamam, baxaq görə nə qədər söz oldu? 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 50. Bu qədər kifayət edir. Artırmamıza ehtiyac yoxdur. Qeyd edim ki, uşaqlar bəyəndinizsə videonu like etməyi, kanala abunə olmağı, şərhlər bölməsində öz fikirlərinizi bildirməyi və maksimum şəkildə videonu paylaşmağı unutmayın.